Bu həftə aparıcılara belə bir sualla müraciət etdik. Aparıcılar niyə mahnı oxuyur? Maraqlı fikirlər və rəylər. Bu mövzu ətrafında aktyor və səhər verilişinin aparıcısı Əkbər Əlizadə, sevimli xanım aparıcımız Lətafət Ələkbərova və Kamran Həsənli danışdı. İlk öncə Əkbərin fikirlərini öyrəndik. Əkbər aparıcının mahnı oxumasına bu cür fikirlər söylədi. Mən artıq 18 ildir ki, musiqili komediya teatrında aparıcı aktyorlardan biriyəm və bizim teatrda hər bir aktyor oxumağı bacarmalıdır. Çünki sırf bu teatr musiqi ilə bağlı olan bir teatrdır və o ki qaldı teatrdan kənar oxumağıma, uşaqlıq illərindən ansambllara getdiyimə görə, müsabiqələrdə çıxış etdiyimə görə və bu sənətə də müğənnilik həvəsi ilə gəldiyimə görə mənim kumirim Zeynəb xanım Xanlarov olub. Və onun mahnılarının sədaları altına böyümüşük və bu istəkdən gəlir mənim oxumaq arzum. Gözlərindən uzaq düşdü, vüsalından iraq düşdü, həsrətinə qonaq düşdüm, həsrətinə qonaq düşdüm, bilsən necə darıxmışam. Tel aparıcı Lətafət isə mahnı oxumağının səbəbini başqa cür açıqladı. Mənə gəlir ki, bir çox müğənnilərdən yaxşı oxuyurlar, bir çox aparıcılar toylarda iştirak edirlər, şou proqramlara gedirlər. Hansısa şouda istəyirsən sən də öz hədiyyəni eləyəsən, sırf ona görə, yoxsa sırf müğənnilik üçün oxumuram. Çağırıram, çatmır əlim, uzadıram, yetmir əlim, sənin üçün əsir qəlbim, sənin üçün əsir qəlbim, bilsən necə darıxmışam. Şoumen Kamran Həsənli isə maraqlı bir əhvalat söylədi. İlk dəfə mahnı oxumaq eşqinə necə düşdüyünü bizə belə nağıl etdi. Mən şoumenlikdən əvvəl Bülbül adlı məktəbi bitirmişəm, bir də konservatoriyanı bitirmişəm. Əsas səbəb yoldaşımla bir dəfə maşında gedirdik, uşaqlar da gəzməyə gedirdik. Mən başladım mahnı oxumağa. Mən dedilər ki, səndə hər şey yaxşı alınır, çox yaxşı alınır da. Xahiş edirəm, maşında oxuma. Onun üçün də mən prinsipə 3 ay məşq elədim, ilk mahnımı yazdırdım, gəldim evdə ailəmə dinlətdim, alqışlar qazandım. Ondan sonra gördüm ki, əvvəl ailənin içində xoşa gəlibsə, deməli, yavaş-yavaş oxumaq olar. Havalimanında sonuncu əlvida, uçub getdin məndən sən çox uzaqlara. Maraqlıdır, məclislərdə müğənnilər ilə qarşı-qarşıya gəldiyiniz zaman olubmu ki, hansısa müğənni sizin mahnı oxumağınıza irad bildirsin və ya digər fikirlər söyləsin? Məclislərdə oxuyanda elə müğənnilərdən yəni, sözlər eşitmişəm ki, deyiblər, nə yaxşı oxuyursan? Hətta bəzi ifaçılardan yaxşı oxuyursan, bax bu sözlə qarşılaşmışam. Nəinki desinlər ki, yox, oxuma. Bir də ki, verilişimdə hər səhərdə oxuyanda mənə deyilər ki, oxuyursan, deyəm, elə ifaçılar olur ki, onların yanında oxumalıyam ki, deyim, bax, oxumaq bu cür olur. Amma elə müğənnilərimiz də doğrudan təşrif buyurur ki, müxtəlif yəni, proqramlarda demək istəyirəm ki, mən də oxuya bilirəm. Bəlkə də fikir olub, amma fikir verməmişəm, ola bilər. Üzümə olub deyən ki, bu hissəsini belə oxusaydın yaxşı olardı və yaxud çox yaxşı oxuyursan və yaxud sən oxuma, belə də olur. Yəni, düzünü deyim. Taktik adamlardır bizim müğənnilərin əksəriyyəti. Mən də çox vaxt toylarda, şənliklərdə, tədbirlərdə düşdüyüm müğənnilər həmən o taktisini gözləyən müğənnilər. Xoşuna gəlməsə belə, yəqin ki, taktisini gözləyib deməyiblər. Kimin necə açıqlama verməsindən asılı olmayaraq bu məsələnin bir real açıqlaması var. Müğənni də, oxumaq eşqinə düşən aparıcılar da el şənliklərində, toy büsatda perspektiv olsun deyə oxuyur.